Bax, normalda oxuysan sözlərini, müstəvi sözünü görəndə elə bir sən üçün elə çevrə çəkəcəm. Bax, elə bir sən üçün elə söhbət bundan gedir, çevrə çəkəcəm. Çevrədən müstəviyə qədər məsafə adam çalışır, o şəkil çəkmək istəyir, amma deyil. Deməli, deyir ki, çevrə var, çevrənin üzərinə, çevrənin mərkəzindən müstəviyə qədər, bax, belə bir müstəvi keçirilibdir. Bax, çevrədən deyək, belə bir müstəvi keçirilibdir. Ən yaxın məsafəsi çevrənin mərkəzinə qədər məsafə, daha doğrusu 5-dir. Müstəviyə qədər ən yaxın məsafəmiz 2-dir. Ən uzaq məsafəni də sorucur. Falezə görə deyirik ki, əslində bu müstəvidir. Mən sadəcə bir düsət kimi çəkmişəm ki, sadə görünsün. Deməli, falezə görə demişik ki, paralel düsətlər arasında qalan parçaların nisbəti nədir Amil? Bərabər. Onda bu ererdirsə, aşağı ererdir, bərabərdirsə, yuxarıdakı hissələr də nədir? Bərabərdir. Mən 100% ki, burayla nədir olduğunu bilmirəm, amma bilirəm ki, nədir? Bərabərdir. Yaxşı, onda buranın da ortasıdırsa, buranın da ortasıdırsa, deməli, bu orta xətt olarmı? Orta xəttə nətərdir? Trapesiyadır da, bu qarşı olar. Toxunanla radius 90 əmələ gətirir, toxunanla radius 90 əmələ gətirir. Deməli, yazarıq, orta xətt bərabərdir, oturacaqların cəmini yarısına. Eləyər 10 bərabərdir, Murad. X də gəl ki, X də bərabərdir nəyə? 8 əmin. Qutardı, cavab olar cıbənd. Başa düşdük?